Məhərrəm ayının 1-ci günü İmam Hüseyin əleyhissalamın kərvanı Kərbəla yolunda Bəni Müqatil qəsri deyilən məntəqəyə çatdı. Burada Hürr ibn Yezid Riyahi imama mani oldu. Hicrətin 60-cı ilinin Rəcəb ayının 28-də İmam Hüseyin əleyhissalam 21 nəfərdən ibarət bir dəstə ilə Məkkəyə doğru yola düşdü. Şaban ayının 3-ü Məkkəyə çatan İmam Hüseyin əleyhissalam burada qaldığı müddətdə müəyyən işlər gördü. O, Yezid İbn Muaviyyəyə qarşı qiyam etmək üçün Bəsrə və Küfə cəmaatının tanınmış nümayəndələrinə məktub yazaraq onlardan dəstək istədi. Bəsrədə Yezid İbn Məsud Bəni Təmim qəbiləsinə İmam əleyhissalamın məktubunu oxuyub onları razı saldı. İnsanların imamın təklifini qəbul etmələri barədə ona cavab məktubu yazdı. Lakin Yezid İbn Məsudun imama kömək cəhdi onun şəhadətindən dolayı uğursuz olmuşdu. İmam Məkkədə olarkən bir neçə şəxslə görüşdü. Onlardan biri də Abdullah İbn Zübeyir idi. İmam Hüseyin əleyhissalam ona Küfəyə gedərək qiyam edəcəyini bildirdi. Küfəlilər imama çoxlu məktub yazaraq onu israrla Küfəyə dəvət edirdilər. İmam onlara cavab məktubu yazdı və Müslim İbn Əqili nümayəndəsi olaraq Küfəyə göndərdi. Hicrətin 60-cı ili 5 Şəvval Küfə şəhəri. Çətinliklə Küfəyə çatan Müslim İbn Əqil bir neçə gün Muxtar Səqəfinin evində qaldıqdan sonra İmam Hüseyin əleyhissalamın cavab məktubunu Küfəlilərə oxudu. Küfəlilərdən beyət alan Müslim İbn Əqil imama bunu bildirərək onu səbirsizliklə Küfədə gözlədiklərini yazdı. Lakin Küfə valisi təyin edilmiş Übeydullah İbn Ziyadın yalancı təhdidlərindən qorxan Küfəlilər öz aralarında danışıqlar apararaq Müslimi tənha qoydular. Bu sırada Küfəyə getmək üçün hazırlaşan İmam Hüseyin əleyhissalam Məkkəlilərə son xütbəsini oxuduqdan sonra Zilhəccə ayının 8-i Məkkə şəhərini tərk etdi. Küfəlilərin xəyanəti ilə üzləşən Müslim İbn Əqil isə İbn Ziyad tərəfindən ələ keçirildi və Ərəfə günü Zilhəccə ayının 9-u amansızlıqla qətlə yetirildi. Müslimin ardından İbn Ziyad, Hani İbn Ürvə, Meysəm Təmmar kimi şəxsiyyətlərə də rəhm etməyərək onları edam etdirdi. İmamın kərvanı Zilhəccə ayının 8-dən bugünə kimi Məkkə ilə Küfə arasında 16 məntəqə qət etmişdi. Müxtəlif maraqlı hadisələrin baş verdiyi bu səfərdə Züheyr İbn Qeyn Zərud dayanacağında imama qovuşmuşdu. Hürr İbn Yezid Riyahinin dəstəsi ilə Zuhəsəm dayanacağında qarşılaşan İmam Hüseyin əleyhissalam Beyzə dayanacağında orada olan hər kəsə xütbə söyləmişdi. Hicri 61-ci ilin Məhərrəm ayının 1-ci günü imamın kərvanı Bəni Müqatil qəsri deyilən dayanacağa çatdı. Hürr İbn Yezid Riyahi imamın Küfəyə doğru getməsinə imkan vermədi və kərvan Kərbəlaya doğru yola düşdü.